bugün 5 milyon biriniz, 10 milyon biriniz, 15 milyon biriniz, nə bilim 20 milyon biriniz mənimsəməsəz, bugün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hansı şəxslərin ki, sosial müavinətə ehtiyacı var, 5 nəfər ailə üzvündən ibarətdilər, məsələn, ailənin gəliri deyək ki, 400 manatdır. Minimum əmək haqqı 400 manatdır. Gəlib onlar soyuducunun buzdolabını açıb 2 dənə orada buzlu toyuq görəndə örtməsin ki, sizin imkanınız yaxşıdır da. Yəni bugün toyuğun qiyməti 5-6 manatdır da. Day bu yazıq cəmaət acından öləsi deyil ki. Toyuq da almasın ki, gəlib mənim dolabıma baxacaqlar ki, 2 dənə toyuğum var. Sonra da deyirlər ki, məsəl üçün adında torpaq sahəsi var. Qara torpaqdır da. Torpaqla dolanmaq olmur axı. Torpaq yemək olur. Yemək olursa siz bir dənə video çəkin, yeyin, göstərin bizi. Biz də ac olanda gedək torpaq yeyək ki, torpaqla mədə doya bilir. Məsələn, su ilə mədə doya bilir. Baxın, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işi bu şəkildə təmin eləyənlər əksəriyyəti ən bahalı maşınları sürür. Bakı şəhərində indi bu faktlar onlar həbs olunandan sonra ortalığa çıxır. Bir də görəsən ki, 15 yerdə evləri çıxdı adamların. Deyirsən, 15 evdə necə yaşamaq olur? Məsələn, sənin ailə üzvün 5 nəfərdir. Hərəniz bir evdə yaşayın, tutaq ki, çox maraqsız ailə olacaq. Hərə təsəvvür edin, girmisən villaya, bir nəfərsən, fırlanırsan, ev çoxdur axı, bilmirsən nə edəsən. Məsəl üçün, necə olur ki, sizlə bağlı cinayət işi açılanda sizin, demək olar ki, hamınızın da, hələ mən elə bir məmur görməmişəm ki, o ilə bağlı cinayət işi açılsın, onun 5 dənə, 6 dənə bahalı maşını çıxmasın. Ondan sonra onun bir neçə yerdə evinin olması, torpaq sahəsinin olması, qızının adına nə bilim nələri, oğlunun adına nələri, nəvəsinin adına, arvadının adına nələri olmasın. Mən hələ görməmişəm şəxsən. Necə olur ki, siz 2 toyuqla mədənizi doyuzdurmursunuz, amma gedib evlərində sosial müavinət verməli olduğunuz adamların soyuducusuna baxırsınız ki, 2 dənə toyuq var, soyuducunu bağlayırsınız ki, yox, sizə düşmür. Bir balon bal alana 1 kilogram bal hədiyyə kampanyamız davam edir. Hər biriniz 051 546 39 39 nömrəsi ilə əlaqə saxlayaraq bu möhtəşəm, sırf naturalni, yaxından da gətirib bunu bir də çək göstər ilə, dağ çiçəklərin balondan kim əgər istəyirsə zəng elib sifariş eləsin. 051 546 39 39 bir balon alırsınız, 1 kilogram da mən Arıçı Vidadi tərəfindən sizə hədiyyə olunur. Hər biriniz bu fürsəti əldən verməyin. Kampanyamız yalnız və yalnız Ramazan ayı günlərində davam edəcək. Sağ olun.